idarə edə bilir. Məsələn, çox tez-tez, xüsusilə bizim cəmiyyətdə təəssüf ki, bəzən gənclər belə ki, salamın demək tərzi xoşuma gəlmədi deyil, uşağı ələt edən gənclərimiz də bəzən ola bilir. Bütün bunlar əslində hisslərimizin beyindən qabaq bizə təsir gücünü göstərir. Nə dərəcədə mən o an özümü saxlaya bildim və bir analiz edə bildim ki, mən bunu edim ya etməyim. Bu mənim xeyrimədir, ziyanımadır nəticələri. Ona görə bəzən hisslər bizim hər nə qədər də hissləri hiss etmək önəmli olsa da, bizim cəmiyyətdə ümumiyyətlə bizə o çox da öyrədilməyik ki, əslində hissləri yaşamaq olar, hisslərimizi paylaşa bilərik. Məsələn, çox nadirən xüsusilə bizim nəsil valideynlərində, məsələn, yeni nəsil valideyn çox tez-tez uşağına səni sevirəm deyə bilir. Amma bizim nəslin valideynləri çox da bunu dilə gətirən də deyildir əslində. Bütün bunlar o Sovet dövrünün daha sərhədli olmasıyla daxil edilir və s. Niyə emosional zəkanın mediasiya ilə bir əlaqəsi var, onu istəyirsiniz deyim. Bizim əslində təlimin adı elə gedir ki, masadakı görünməz maneələr, daxili hissiyat. Bu nə deməkdir? Biz nə dərəcədə, bu arada biz tanışmıyoruz ümumiyyətlə, onları qaydırıb, sadəcə istədik ilk belə başlayalım ki, biz nədən tanışırıq, onu izahı verir. Məsələn, mediasiya prosesində ola bilər ki, iki tərəf gəlir və israrla bunlar deyir ki, yoxsa biz boşanarıq və s. dilənirlər. O nöqtədə bizim emosional zəkamız, bu emosional zəka doğuşdan bizimlə formalaşan bir şey deyil. Bu, üzərində işləyərək formalaşdırıla bilən bir xüsusiyyətdir də belə deyil. Nə dərəcədə biz, bəli, biz mediasiya barışdıran tərəf deyil, bizim elə böyüklərimiz yoxdur ki, biz barışdırmalıyıq boşanan cütlükləri və s. Misalı niyə oradan dedim? Yəni, istər bu kommersiya müqayisəsi olsun, istər əmək müqayisəsi fərqi yoxdur. Bəzən havada səslənməyən tələbatlar ola bilər. İsrarla boşanıram demək istəyə bilərlər, İsrarla yox, mən otaq məktəqə gəlməyəcəm şərikindən deyə bilər. Amma siz orada sezə bilərsiniz ki, yox, burada nəsə bir işitləri var, bunlar əslində bunları barışdırmaq da olar. Onu oxuya bilmə sənəti əslində sizin emosional zəkanızı nə dərəcədə inkişaf etdirməyinizlə bağlı. Burada mövzu nədir? Mən nə dərəcədə özümü tanıyıram, mən nə dərəcədə bilirəm ki, mən kiməm, mənə nə təsir edir, məsələn, mən nə dərəcədə qərəz, hansı mövzularda mən qərəzli ola bilməm. İndi bunu birazdan sizə sormayacaq, amma gəlin ilk tanış olaq. Mən Ayhan Tamzadəyəm. Baxmayaraq ki, mən market hüququ bitirmişəm, əslində böyük xəyallarla hüquqa daxil olmuşdur, biraz əvvəl Əli ilə onu danışırdı. Daha sonra həyat elə gətirdi ki, başqa sahələrə keçid elədim. Psixologiya sahəsində təhsil aldım və paraleldə mediasiya mənə sanki hüquqla psixologiyanın birləşdiyi bir nöqtədir, mənə burada xoşdur işləmək. Elçin sizi tanıyırıq, amma istəyirsiniz, sizdən başlayaq. Elçin Ağayev, Lənkəran bir sayılı və Bakı Universitet Mediasiya Təşkilatlarının Mediasiya Şurasının üzvü, eyni zamanda görüşürüz. Təhsil yolundayım, istəyirəm yolundayım, istəyirəm qonşular. İctimai Birliyi Məşəl Elman Təşkilatı Sədri Siqnal İctimai Birliyi. Mən Müsazadə yetişən Məhrazoğlu, Lənkəran Vəkil Bürosu vəkil. Mən Rami Şükürov, hüquqşünasan, Lənkəran Mediasiya Təşkilatının mediatoruyam. Teşekkür ederim, şərayət yaratmışsınız bizim için burada. Şurada Fəriziyə Məmmədoğlu, hüquq nümayəndə, birinci hüquq nümayəndə kimi təklif elədi ki, axsaqqalısınız, 15 sənə. Kənar şəxslərin müdaxiləsi. Olmuş çare panik. Panik olmayan məsələn, panik. İqar məndən məsələlər bu, İqar məndən çox bu arasına meyil insandır. Gələrdə çoxlar müdaxilə etməyə çalışır, mənə görür. Həqiqətən də valideynlərin bir müdaxiləsi olur. Görürsünüz ki, özləri qərar verədiyimizdə və çalışıyoruz ki, biz burada olan qərar verməsi
prosesdən çıxıb gəldi 5 dəfə qalıb oturuşdan biraz sigara çəkirəm. Ne güzel. Bakır nasyonal zəkan bir hissəsi. Duvarının bir saf şəkildə danışın. Bizdən məsələn, siz bu vaxtlar varsınız ki, ayağım, içəridə yaşanmalar işləyir. Kızlar taşın, çay verin, su verin, bir şey verin, biraz bəşi başları, açsın, bəşi bir şeylər, deyir. Məsələn, o hallarımızdan kan edir, şeyimizdir də. Varzimizdir də bir şey bulurlamış, məsələn, bir şeylərin arasında, məsələn, sanki desin ki, hissi olan insanlar bir-birlərinə qarşı kesmiş, keçmişdə olan hadisələrə təşkilatlayıb, ədəbətlərini, bir-birinə qarşı hisslərini, kinlərini dilə gətirdi. Biraz da bir olay idarə etmək çətinlər ki, biz çalışırıq ki, proses zamanı keçmişdən çıxarıb bu günə köklərək, halbuki olaraq ki, düşünsünlər ki, bu günlə mən həmişə danışmışım ki, kesin şəkildə adam danışmağından asılı, hər şey yolunu tutamıyor. Bu günlə fikirləşin, halbuki mediasına fikirləşir. Niyə edəcəksən, sonraki proqramını, planını, olardan danışmaq. O qədər vaxt çatan anlarımız olur, adam təsdiqlərini. Başka terapevtliği ediyorsunuz. Burası her daim bir aslında son seçimde olan da eziyet seçenlerden zarar seçenlerden Bölgenin özünə məxsus hansısa bir məqamları var mı? Məsələn, paylaşa biləcəyiniz, məsələn, daha çox nəylə üzləşirsiniz? Məsələn, sırf bu bölgədə, məsələn, son mövzuda bizə çatılmalı və yaxud da valideyn müdaxiləsi ölkə üzrə hər yerdə, Bizim kəsələ bağlı işi olmuşdur. Yəni, məqsədlə də o ailələrin Düzünü anlayıram. Siz sanki burada həm də tərəflərlə danışmaqda nə var? Valideynlərlə də ayrıca danışmağa məcbursunuz. Şərait onu tələb edir. Bunu anlayıram. Yaxşı ki, bizdə bir qərar verən şəxslərin dairəsində elə şəxslər var ki, onları idarə edən şəxslər var. İdarə edən şəxslər var. Bunun üçün də biz Almanlarla danışmasına gəlməsəkdə, söhbətlər məsələ yolunu qoymaq, söhbətdə çelişki boşanma olacaq. Lambarda yerişim olduğuna görə lambarda yollar yollar, axırda düşürdüyümüzlər, bir neçə qızılca kontaktları daha bu ortam var. Biz lambar bunu danışdıq, məsələn, həqiqətlər bir şey olmasın, ayrılar, gelişməsi var. Ki, anlayış göstərsinlər? Onlar da sağlaşsınlar, onların başları əslində söhbət bir adam prosesi oldu. Normal başladı, benim tədbirlərimdə başladı. Beş-altı proses həm təzəli qurulmuşluq qismində də mahiyyətli eləsi var. Məsələn, gedib də müqavilə kömürümüz, qızılma olsun. Amma yenə də gəlirlər, qızlar belə gəldilər. Amma adamlarla ən çox verənsənə cəmi bir var. Amma başqa proseslərimiz olur ki, qohum evlənmə mümkündür. Qohum evləri tez-bir-tez barışmalılar, təqribən düşmanlıqlar. Təcrübə daha çox onu göstərir ki, ədalət qalır, hə? Başqa düşmanlıqlar və heç vaxt barışmır. Amma digər... Bəs barışdırma ihtimalı nə qədər yüksək olur? Sıfır. Bundan birinci sıfır. Bu vaxtlar qədər olub və sıfır. Bunlar sazişə də gəlir. Bir-birinə hissləri, həm şeyləri azra mediasa prosesini getirirlər. Bəziləri var ki, bəziləri azra getirirlər. Bunu bəlkə düşünürlər, xərci də bilirlər, təməlkilərə məxərclər çıxacaq. Amma azra xərcləri getirirlər. Amma bir yerdə görürsən, məsələn, bir yoldaş olur, məsələn, bir xalda işləyir, özü də həqiqətən ağrıyla danışıram, özü də çox sənin psixoloq olur. Amma deyərdim ki, gəlməsə köməyəyim, baxışa mediatın ki, məlaba altın içindən istəyirəm. Bir yorumlar var. Gözəl bir tanışıq, həqiqətən çox gözəldir, gözlə tutulur. Yoldaşı ilə burada olacaq, 3-4 prosesəm var bu. Kimin dediniz eşitmədim? DTX-da işləyir. Həftə saxlayar. Gül alıb gətirdi, gül. Adam bir gül başlayır. Biz böyle gidiyoruz, böyle. Öyle vəziyyətli gəlir.
O ən çox da iki yolunda, amma ən çox da arvadı qavmaya çəkmişlər. Nə deyərsən, nə ararsan, qızlar olur, sakit. O iki şəhər, iki işin olması sakit var, böyle biraz şey olsun. Aslında yine barışmalar var. Yaxşı, ben uşaqla görüşəsin, sağ ol. Mən ama Allah verəməyəm. Çıxıb geçdim. Onda bir müsait çəksən. Hoş geldiniz. Özüm şey əlində yaxşı. Soruşlar, nə işte, nə nasıl? Niye bir bağlı? Diyor, ben barışmışsın, Allah'ın çıktı. Aslında bir an mən nəyə görə baxırdım? Biz bir ayımız o prosesine çıxdık. O prosesin mənə və ailəm çox böyük təsir oldu. Çox böyük təsir oldu. Mən həm də proseslər təşkilatlarında danışmanda yapmaz xəbərimlə tanışırım, şeylərlə tutabilir. Çox böyük təsir oldu. Mən barışmalıyım. Ama en çok da olmayacağım. Bugün çok maraqlıdır ki, mən adətən təlim başlayanda istirəm edəlim auditor, yəni nəzini tutub, onun üzərində. Bugün çox maraqlıdır ki, həm də bölgənin özünə məxsus məqamlarını da görürük ki, məsələn, bura xas nələr başlayır. Məsələn, ikinci bir müzakirə mövzumuz daha sonra bu da ola bilər ki, nəyi bilərik ki, məsələn? Yani bunun təsdiqatında son ətrafındakı milli mentalitədə o ana təsdiq içindəki onun oturduğu gəldi. O onu təsdiq yolunda sarı, onun da bəsli dağılır. Ben sözüm. Çok doğru mənada. Stres artanda bədənimi hiss edirəm. Məsələn, bir gərgin mövzu ya da ailə içi mövzu vardı, dostlarınızla məclisdə və yaxud da işinizdə, mediator olmayanlar da aramızda vardır. Ya öz işinizlə bağlı, ya da mediator prosesində. Söhbət anında mən nə dərəcədə gərginlikdə özümü, məsələn, o ikisi orada dalaşa bilər, orada gərginliyi yüksəlir, istər-istəməz, misal üçün, burada iki nəfərin arasında bir gərginlik olsa, hamımıza azca bir təsir edəcək, biz də gərginləşəcəyik. Və də mən öz bədənimi hiss edirəmmi, mənə nə olur? Bədənimi sıxıldı, işinimi qıcadım, əlimi yumruqluyuram. Məsələn, xüsusilə o mediasiya prosesində özünüzdə qala bilirsinizmi? Məsələn, o da çox önəmli bir şeydir. İlk növbədə qeyd edib ki, mediator neytrallığı qorumalıdır. Yəni, bu emosional dayanıqlılıq belə deyilir, ilk mərhələsidir. İlk və əsas mərhələsi. Mediator agressivlik nümayiş edilən tərəflərə qarşı tam sakit olmalıdır, duygusallıq keçməz və qərəzsiz olmalıdır. Bu bayaq şkala məsələsində deyirsiniz. Məncə, nə 1-dən 5-ə qədər ölçməməli, elə neytral şkalasında dayanmalıdır. Belə deyək də, mediatorun əsəbdə olunmalı. Tam sakit olan bir şəxs, yəni mən belə başa düşürüm, öz hisslərini cilovlamağı bacaran bir şəxs mediator ola bilər. Təsadüfi deyil ki, mediatorluğa qəbul olunan şəxslərin psixoloji durumu falan da yoxlanılır. Bu prioritet məsələlərdir. Bu yüzden qəzəb, agresiya, qarşı tərəfindən onun danışdığı dildə danışmaq, falan bu ümumiyyətlə mediasiya anlayışından, mediasiya institutundan uzaq bir leksikondur, mən belə başlayıram. O barədə danışmağa dəyir. Mediator yalnız sakit qarşılamalıdır və biz adını koymuşuz ki, barışdırıcı falan, bayağı düzgün qeydlərdiniz. Mediator barışdırmağa borcu deyil, belə bir şey yoxdur. Mediator sadəcə izah etməlidir. Mediator hüquq məsləhət verə bilməz. Mediator hüquqları izah edə bilməz. Sadəcə izah etməlidir ki, mübahisənin yönümü nədir, hansı istiqamətdə etməli. Nəticə etibarından, sonuc etibarından mediator tamamilə sakit olmalı. Mən düşüncəmə görə və mediator olaraq. Nəsir deyir. Mən də başlayıram ki, bu məsələ psixoloji bir məsələdir. Başlayıram ki, hər hansı bir hadisə və müqavilə əsasında tərəflərin müqavilə bağlama məsələsi isə bu da individual məsələdir. Bu tərəfə kimsə müdaxilə etsin, iki nömrəli stresin idarə olunmasını hiss etməlidir. Çünki müqavilə
o hər hansı bir belə deyək ki, fiziki güc də təxmin olunabilir, hansısa bir hadisə baş verir. Mütləq vəkil olan tərəf burada stresi ilerləməlidir və bu məsələyə soyuqlarla yanaşmalıdır. Və özünü hiss etməlidir ki, burada baş verən hadisələr, baş verən hadisələrdən hazır olmalıdır. Burada yaxşı tərəflər, hansısa bir müraciət hadisə təşkil istənilən bir halda bəli, burada stresi idarə olunmalıdır və yeşil qərarı özü etməlidir. Yox, bu hissəylə mən razı edirəm. Vəkil olan tərəf stresi idarə edə bilməz. Yox, vəkil olan tərəf sadəcə tərəflərdən biri. Mediator stresi idarə eləməz. Yox, özündən. Öz daxili vəkili olsun. Özünün vəkili. Özünün. Amma tərəflər dedikdə vəkil sadəcə prosesdə, mediasiya prosesində tərəf təmsil edir. Vəkil aydın məsələdir ki, öz tərəfini mövqeyi müdafiə eləməlidir. Bu onun peşəsidir, peşə borcudur. Amma stresin idarə olunması birbaşa mediadır. Öz şəxsi bir müdafiə məsələdir. Bu işdə mənim fikrim belədir ki, əgər hər iki tərəfdə mübahisə varsa, Bax, sözünü kəsdirəm, sözünün canı yəni nədir? Deyək ki, hansısa mübahisədir, mən bu mübahisəni dinləyəndə, misal üçün, mənim də rəfiqəmin başına, hansı yaxud da dostumun başına bir problem gəlibdir və mən o mövzunun təsirindən bilirəm ki, məsələn, bu cür olanda qurban vəziyyətində bu tərəf olur və qarşı və yaxud da deyək ki, tərəflər gəlibdir, istər-istəməz birinə qarşı daha çox simpatiya formalaşır da, ürəyimizdə elə bilirik. Bəs bir meyillik çəkir ki, sanki elə bir bu daha haqlı, daha yaxşı adam oxşuyur da, yazdıqdır bu. O hissim yarananda fərqinə varıram və özümü dayandıra bilirəm. Və yaxud da oxşar hekayə mənim dostumun başına gəlibdir, orada təcrübə filan edir, nəticə belə olmuşdur. Mən eyni səhnə yadımda qalıb deyə də eyni keyslə, bunların da mövzusuna eyni gözlə mi baxıram, yoxsa orada neytrallığımı qoruya bilirəm? Mediasiyanın gedişindən asılır. Maraqlara fokuslanmaq, balışmaya gətirmək, qıdalamaq işlərini hamısını yekun göstərir. Yoxsa biri elə məzundur ki, çalışsa və sazısa gələn təşkil. İstədiyin anlamda mediatör biraz da Bir qırardan, bəzən mediasiyada qarşılıqlı işləyəndə və yaxud bizdən bir şey nəticəsində elə vaxt olur ki, hər iki tərəfə sözlü ifadə olmasa hərəkətlərinin yukarılma haqlı olduğunu biraz hiss etdirirsən ki, sərbəst olsunlar danışmalar. Bu bir taktikadır. Sonra taktikadır. Hər iki tərəf elə mövzuda elə bir konuşma danışırsan, çünki aylardır əsas məsələyə gələndə ki, bu başqalar, bir mövzudakı mənavasını son hissədə görürsən ki, toplum həmin hissəyə ki, məsələn, əlində yetərli yaxşılıqlı var, yaxınma içmədə bir argumentlər sürüşür, məhkəmədə kəsəli bir argument olur. Çalışırıq ki, ağzından olmamış olmazsa, o argumentini belə deyək, arzusu yaxalar, arzusu sınırlar. Arzusu sınırlar ki, çox ileri gedib argumentindən, əsaslı argumentindən həvəsli oturmasınlar. O arzunu təcür sındırırsınız, yaxud təcür sezdirsiniz. Mən sənə düz söyləyirəm, görürəm ki, bu argumenti tutun ki, mənim əlimdə məsələn üçün belə bir şəkillər var, ki, filan sənətdə yazışımlar var. Onu məhkəməyə verərəm ki, o halını yığılan bu məhkəm olunsun. Mənim məhkəmənin olduğunu yığılan məhkəmədən üç əsasları var, bu var, müəyyən işləmədə düşür. Və görürsən ki, ondan yapışıb ərçəklir və qarşı tərəfinin ulaşmır, biraz üstün məhkəmədə görürsən orada. Dünyanın əlində argumentini güclüdür. Orada ucu başlayılan, o arzusunla başlayır. Sındırmalar. Mesela ki, mənim çox... Güclü pozisyada özünü hiss eləməz. Güclü pozisyada hiss eləməz. Niyə deyirəm ki, yaxşı, bir də götürü məhkəməyə, danışmışsan müvəkillə. Yox, məsləhətləşmişəm belə, yaxşı, sosial şəbəkələrdə. Yəni, yaxşı, bir vəkillə danışmaq mı, yardım tutanı söhbət edir? Yox, mən sənə bir yardım olamı? Tanış vəkil var. Bu model danışaq. Yıllar Məsələn, mən əgər alışmışamsa hər zaman güclü olmağa və cəmiyyət məni güclü görməlidir.
ya da ailəmdə ata figuru olmayıbdı, oğlan balacalığından evin elə bir yükünü özlərinə götürdü, məcbur uşağın məsuliyyəti oldu ki, mən evi saxlamalıyam da, mən tez böyüməliyim, uşaq yaşından işləyib və s. Onun çıxış yolu olmayıbdı, o ancaq güclü olmağı seçibdi. Ona təslim olmaq çətin oldu. O misal üçün dedim, Ayşə mənim nəsə üçün demədim, yəni məsəl üçün. Məsələn, o artıq həyatda güclü olmaq pozisiyasını seçibdi. Ona... Tərbiyə də var, mənim var. O da ola bilər. Tərbiyə də var. Bu tərbiyə götürürsənizdə təslim olmamaq var. Təslim olmaq, düzgün təslim olmaq. Ay, sağ olun. Məsələn, valideyn səhv etməyə icazə verilməyirsə, Bəli. mən artıq öyrəndim ki, görmən verməliyəm. Yoxsa ki, mən bilənəkdə təslim olmaq üçün, mən o tərbiyə almışım ki, düzgünə, güclü olmalıyam, səhvmə isə təslimi qəbul etməli. Mən belə olmalıyım. Əslində, o həyatı daha asanlaşdırır. Okey, mən mübarizəmi apararam, amma bir nöqtədə əgər öz zəifliyimlə üzləşirəmsə, sən birazdan kim istəsə yavaş-yavaş durub o sözlərin də kənarında və belə dayanın və öz hisslərinizə baxın. Mən özümə zəif olmağa icazə vermirəmsə, mən deməli daima o güclü pozisiyada durmağa çalışacağım. Çıxış yolu yoxdur, dirənmişəm, artıq məsələn, divardır, bundan ötürü yoxdur. Mən artıq təslim olmalıyım ki, mən bu nöqtədə zəifliyinə üzləşdim. Övladlar o cürə başlayır. İcazə verilən özümə. Bax, o da əslində vaciblərdən. Və əslində bizim cəmiyyətdə kişilərin üstünə böyük məsuliyyətə qoyur ki, kişi güclü olmalıdır. Ailə də onu gözləyir, sonra ailə həyatı qurur, onu gözləyir. Ümumiyyətlə, cəmiyyət və dünya da kişidən onu gözləyir ki, nə bileyim, kişi soyuqda pencəyəni çıxartmalıdır, xanıma verməlidir, qarda buranda ayaqyalın getməlidir. Bütün gözlənti kişidən budur. Amma əslində o da insandır və o da zəif ola bilər. Amma nə dərəcədə ona o zəifliyini hiss eləməyinə icazə verilir. Bu dəyişiklik, bu da dəyişiklik. Qadınlar ki, ondan da o fikirlə də razılaşmadılar. Yox, mən də qadın da güclənir. O da bir başqa... O da bir qadın gelib qabada öz fikir deyil. Xanıma ki, sizə bir sənə var, biz belə bir sənə başlamamışıq, belə qanun belə deyil. Bizim patriyədən var ki, məsələn, öz gətirmək olur. Bu günləri baxsa, gənc ailədir, kişiyə kömür bırakırlar. Mən məsələn bunu qəbul edə bilmərəm. Ailə başlısı olaraq mən bu dərsi almışamsa, bu gündə öz övladıma dərsi istəyirəm ki, bu belədir. Mən o balansın tərəfdarıyam. Nə indi gələn təbliğatın tərəfində deyirəm ki, o qadın haqları qadınlar qabaqda. Yox, o da deyil. Yəni, bir nöqtədə kişi də, yəni bizim cəmiyyətdə bunu inkar eləmək olmaz ki, kişi bir addım o yöndə olduğunu da hiss eləməlidir. Amma mən qadının əzilməyinin də tərəfdarı deyiləm. Məsələn, orada da mən çox danışaram da ki, o əzilməməlidir, dəyər görmədiyi yerdə qalmamalıdır və s. Sadəcə bu mənim ehtimalımdır. Qanunlar izlədir. Qadın, kişilər, necə deyərlər, sözü deməyə bacaraqlar kişilər olmadan. Qanun deyil əslində. O bilsiz nədir? Mənim şəxsi ehtimalım odur ki, bizim nəsil valideynlərimizi, analarımızı xoşbaxt görməmişik, kişili qadındır. Çox az xoşbaxt ana-atamızı görülmüşük. Yəni, çoxumuzun xatirəsində odur ki, mənim anam daha gözəl həyat yaşaya bilərdi. Ya da o hisslə böyüyürük ki, mən anama daha gözəl həyat yaşadacağım. Və o hisslə böyüyən uşaqlar yeri gələndə özünə söz verir ki, məsələn, anam niyə qaldı xoşbaxt olmadığı yerdə? Çünki deyir ki, məsələn, işləmirdim, pulum yox muydu, sən qoyma, səni daha gözəl həyat yaşada bilməzdim, işləmirdim, təhsilim bəlkə yox muydu. Bir də işləyən də var. İşləyə də bilər, amma cəmiyyətin təzyiqinə və yaxud da başqa bir səbəbdən gelə də bilməyə bilər. Və o nöqtədə onun övladı artıq, yeni nəsil qızlar, and içir ki, mən mamam kimi olmayacaq. Ona görə o başlayır, heç bir qadın, başlayıblar kəllərdə yazlar ki, qadınlar işləyirlər, xeyr olar və s. Öz bütün yükü özlərinə götürübdür. Heç bir qadın o qədər yükü üstünə götürmək istəməz inan. Sadəcə o qədər gözünün qabağında xoşbəxt olmayan bir ana figuru oldu ki, o özünə söz verir ki, mən belə olmayacağım. Və ona görə başlayır özlərində işləməyə, anam nəyə etmirdirsə, mən ona edəcəm ki, mən onun kimi olmayacağım. Və iş o yerə gətirib ki, indiki bu halımız formalaşıbdır da. Və ona görə bir nöqtədə bir-birimizi eşidə bilmirik və yaxud da
istəmədiyi yükün üzərinə götürübdür. Halbuki özü əzilir o yükün altında. Mənim yanıma terapiyaya gələn xanımlar da var da. Görürəm ki, əzilir o yükün altında, amma həyat şəraiti də necəsə elə gətiribdir ki, o artıq o yüklə gedir və birazca o yükü də kənara da qoya bilir əslində. Bu birazca yəqin ki, bir 15-20 ilə sonra əziyyət çəkir uşağı böyüyəndə, ömründə. Ananın əziyyəti, zəhməti çoxdur ya atanın? Hər ikisinin zəhməti çoxdur. Bərabər bir sonu? Təbii ki, hər ikisinin zəhməti çoxdur. Mən söyləyəm ki, ananın zəhməti var. Ananın zəhməti də çoxdur, amma məncə... Doğur, böyüdür, ağlayır, dövülür, hamısı yiyir. Elə şey var, ata bilmir, ana bilir. Elə şey var, uşaq anaya dolaşmağa yox. Elə şey var, onun ana dolaşmağa yox. Anaya dolaşanda uşaq diqqətli olur ki, verir. Amma da görsə haykırır, aman diyə mən dolaşmaq, onu vermək buyur. Yəni, ana onu elə bir yolda oluyor ki, ana bütün o boşluqlar həyatı, hamısı İslam'dadır. Onu atmışın üstəli gələk yola verməli ki, ananın işləkin olur. Deməli, ananın hadisəsi faiz, %1 faiz mühəm üstünlüğü var. Onu biz qabiləm, amma o real, onu deməli. Bizim atamız bizi istəyib, biz onu görməmişik. Göstərə bilməyib. Göstərə bilməyib sevgisi. 7-də ölçə olub, bir ata bizi öpüsün, belə şey görmədik. Məsələn, bu illər mən övlad öpməsəm, o cürə psikolojik, məsələn, deyək, Və hətta belə bir şey... İstədim bir kağıtda var. Yox, o tərbiyyənin ən böyük olmuş. O ən böyük tərbiyədir. Uşaq ki, mənim olanda uşaq səni böyük, baxın. Uşaqla görəlir, atmışsın, bir rejim qaydası. Bu çox kədərli nöqtədir. Bu çox kədərli nöqtədir. Var ki, terapiyada xanımlar deyirlər ki, atam məni çox istəyirdi, həmişə qucağına alardı, həmişə onunla vaxt keçirdərdi filan. Bəlli o həddi buluğa çatandan sonra sanki ata ilə bir arasına sərhəd gəlibdir və ata da artıq onunla bir məsafə saxlayıb. Və qız öz kədərindədir ki, atam artıq məni çox istəmir. Bu da bizim o mentalitetin verdiği bir ağırlıqdır ki, sanki halbuki uşaq olanda sən o uşağını qucağına alırdın, öpürdün, sevgini göstərirdin. Böyüdükcə fərqində olmadan bir məsafə girir arasına, övladla valideynin və o uzaq salır insanları bir-birindən. Biz istəyirik ki, o mühür yaşayırdı, o yaşayış yaşayırdı. Məsələn, bunun belə düşünürəm ki, atanın, ananın övladı, o tərbiyə ki var bizə verilmiş o filmdə var, o cür olsun bu insanlar. Bu cür yaşayırlar. Siz keçmiş təcrübəni bugünə tətbiq eləmək istərsiniz, amma o da çətindir. Çünki axın gedişat dəyişir hər şey. Biz adaptasiya ola bilirik. Mən uşağı yapmadım. Uşağımı, mənim uşağım mənə aslında rəsimləmişdi. Necə görəsən? Geçən dəfə bir məqam oldu, kafedə deməli bir stol yox idi, mən bir stol götürmürsədim. O birin yanmasında 5-6 nəfər idi. Dedim, bu sizə lazım deyil ki. Dedilər, yox, götürdüm, oturdum. Bir də benim balaca qızdı, bu boydadır ya. Gəldi mənə ki, bağışlayın, bu mənim stolumuydu. Dedim, bağışla bilmədim və geri qaytardım. Və o qədər zövq aldım ki, çox rahat, təmkinlə, nə özünü orada ağlamadı ki, mənim stolumu aldılar. Gəldi, həm mənə mədəni şəkildə başa saldı ki, bu mənimdir, mənə qaytardı bunu. Çox bəyəndim, çünki bizim nəsil, biz belə deyildik. Biz elə susub oturacaqdıq kənarda da, misal. Yeni nəsil öz fərqindədir hər şey sanki və daha öz sərhədlərini qoya bilir və çox mədəni şəkildə dava salmadan, ağlamadan, bildiniz, yəni o özgüvənin bir göstəricisi. O cürə qız, mən çox istəyirəm ki, o inşallah böyüyəndə də eyni enerjisində qalsın da. Məsələn, o sabahlı eləməmiş, bu cür mediasiyaya düşsə işi, o çox rahat özünü ifadə edə biləcək. O özünü ifadə edə bilməyin sərbəstliyidir. Demək ki, o qınanmır, o sözünü və yaxud öz tələbatını dilə gətirən heç kim ona bir sus otur yerində, sən qarışma kimi bir şey eləmir, onu bir fərd kimi görürlər ailədə. O çox gözəl bulunmaydı mənə görə. Bildiniz olsun kimi izah edə bildim sizə. İndi kim istəyirsə başlasın, nəsib istəyirsə siz orada başlayın. Başkanım,
Təhsil şöbəsində öyrətilmiş şəxsin müvafiq edərək təhsil şöbəsində iştirak şöbəsində, təhsil şöbəsində, iştirak şöbəsində. Özünə başa salmışım, özünə də yapmışım, həm isə istəyir ki, yəni hazır Ev şəraitine gelip götürmüşler. Ve onları boşa düşürler. Çok güler yüzüydü, hiç böyle bilmedik ki o kadar bir şey olabilir. Çünkü dahilde baş veren onun öz dünyasında o bağlı bir kutudur da, onu biz bile bilmiyoruz. Ümumiyyətlə, psixologiya sayəsində deyir, o insanlar gəlir ki, özləri öz daxili dünyasını anlamaq üçün o sahəyə gəlirlər və onda qalırlar da, belə deyil. Hətta belə ehtimal var ki, deyirlər, əgər sən öz daxili mövzularının hamısını həll eləmsən, səyişdir, psixologi sayəsində qalmırsan, yəni sən çıxırsan bu sahələrə. Biz sanki öz daxili mövzularımızı işlədikcə, eyni zamanda başqa yanımıza gələnləri də daha doğru işləyə bilirik. Və məsələn, bizim yaşlar terapiyada bizdə öhdəliyimiz var idi ki, biz özümüz 65 şəxsi terapiyanı keçməliyik. Sabahlara mənim yanıma hansı mövzusunu işləməyə gələn adam, mənlə eyni problemi yaşayar, mən öz problemimə düşmərəm və bir tərəf qala bilmərəm, adama öz problemimi aynalıyaram. Ona görə öz mövzunu həll edib bitirməlisən ki, sənin yanıma gələn adam, yox belə sənlə eyni dərdin sahibi olsa da, sən eyniləşdirmədən dərdinizi onu görə biləsən. Öz dərdini ora aynalığını eləməklə. Ona görə çox vacibdir daxili o özünü tanımaq dediğini bayaq başlanmışlar ki, özünü tanımaq çox önemlidir. Və məncə bütün bu dünyaya gəlişimizin də mənası oldu ki, sadəcə özümüzü tanıyaq, hansı uğurlar əldə edək, iş sahibi olan və s. Amma özümü tanıyıb ki, mən əslində kiməm, özümlə baş-başa qalanda özümlə üzləşə bilirəm, bilim əslində nə var, nə yox. O demək deyil ki, məsələn, sən bütün problemləri baxır ki, həll eləməlisən. Amma ən azından özünlə şəffaf olmalısan ki, mən bilirəm ki, mənim zəif nöqtəm budur və kənardan özünü müşahidəçi kimi olub biləsən ki, bu məndə var və bununla davam edə biləsən. Məncə orada, bilməm siz daha yaxşı bilərsiniz, məncə orada başqalarının problemi ilə psixoloji yüklənmə də var. Bəli. O da ola bilər, amma mənim ehtimal etdiyim İnsan beynidir də, bildiyiniz yarım kürədir. Öz daxili mövzularını da bitirməmiş ola bilərdir. Məsələn, mənim həyatımda da çoxdur da, psixologlar, müsaitli olanlar. Mən görürəm ki, misal, o da Gülxanın özü də təbii. Mən məsələn, elə bir mövzuda məni çağıra bilərlər ki, mən bilirəmsə ki, mən özümün mövzuda güclü deyiləm, yaxud da öz zəif nöqtəmdir, mən qəbul eləmərəm ki. Məsələn, 2017-də mənə dəvətlikdə təlim ki, mən daxilimdə o gücü hiss eləmirdim. Fikirləşdim ki, mənim bir-iki mövzum var, elə mən o sualların cavabını tapmaq, şandan ki, kimisə də qarşısına çıxa bilmərəm. Nə vaxt ki, mənə arxain oldum, əmin oldum, ondan sonra keçdi insanların qarşısına. Demirəm ki, hər şeyini bilirəm və s. Amma insan özü-özündə şəffaf olmalıdır. Məsələn, xanım onunla yana terapiyə gəlirlər və s. Bir ayaqüstü bir gördük. Deyir ki, qızı ilə
gecəşdiyini görürəm də. Məsələn, qızı səhər yatır, qızının yatdığı otağa dadaq gedir oradan daraq götürür, başlayır saçını daramağa. Qızı deyir ki, mən yatıram, niyə edirsən? Və bunun ona cavabı olur ki, biz deyir saat 10-a kimi yatırıq, biz filan. Mən görürüm ki, qadın öz qızıyla rəqabət istəyir. Sabah düşünün ki, onun yanına da bir xanım gələcək, hansı ki, uşağı ilə olan problemi, o orada ona bir tərəf kimi oturub müzakirə edə biləcəyini, sən özün öz evində qızınla rəqabətdəsən də, hansısa sənin bəlkə komfortlu uşaqlığın olmur, indi qızının komfortlu uşaqlığı var da ona kimi yata bilir, o sənə batır artıq. Demək ki, bu xanım hələ özü-özünü o işini özü bitirməyir. Ona görə çox önəmlidir ki, məsələn, terapiyaya kimi qəbul edirsən, sənin yanına terapiya gəlir, sən özün də terapiyada ediləsən. Məsələn, bizdə superviziya anlayışı var. Əgər mənim yanıma kimsə gəlibsə və mən görürəm ki, ondan bu işə qura bilmirəm, mən öz supervizorumdan müzakirə aparıram ki, yanıma filan ölçüdə adam gəlmişdir, filan oldu, filan yerdə mən sıxıldım, bilmədim, düzgün işlədim, necə başqa cür edə bilərdim. Bunlar hamısı əslində nəyə göstərişlidir? Mən çox idealam, mən hər şeyi yaxşı edirəm. Yox, orada özünlə bir şəffaf olasan ki, mən də bacarmaya bilərəm. Qoy mən də müəllimimlə bir müzakirə edeyim, mənə başqa yol göstərsən. Bilirsiniz necə, bunlar hamısı çox önəmlidir ki, insan özü, öz daxilində şəffaflığını tapsın və